Futsal üzrə Azərbaycan millisi açıq məşqinə çıxıb. Seçməmiz Avro 2026-nın seçmə mərhələsi çərçivəsində Yunanistanla olacaq səfər maçına hazırlaşır. Media nümayəndələrinin suallarını cavablandıran komandanın baş məşqçisi Vitali Borisov heyətdəki itkilər və ümumi əhval-ruhiyyə ilə bağlı məlumat verib. Komandada 2 dənə itkimiz var. Seymur Məmmədov ailə səbəblərinə görə bizlə gedə bilməyəcək. Rövşən Hüseynli də məşqdə çiynindən zədə alaraq o da bizə kömək edə bilməyəcək bu oyunda. Əhval-ruhiyyə yaxşıdır. Uşaqlar yenə istəyirlər qələbə qazanmaq və inanıram ki, Yunanistanla qələbə ilə qayıdacaq. Belə deyək, səfərdəki oyun təbii ki, aydın məsələdir ki, yəni çətin olacaq. Çünki həm də belə deyək, tam heyətlə çıxış edəcəklər Yunanistan millisi öz meydanında, öz azarkeşlərin önündə çıxış edəcəklər. Biz yenə də buna baxmayaraq, yəni səfərə qələbə üçün gedirik. Çünki bizim qələbədən başqa bir şansımız yoxdur. Qeyd edək ki, millimizin Yunanistan seçməsi ilə səfər maçı martın 11-i reallaşacaq.